Aha. Yaxşı. Uşaqlar, deyin görüm. Bir dəqiqə gözləyin. Demək ki, birinci bayrağımız nə olubdu Ömərdə görək? İlk bayrağımız nə olubdu? Türk bayrağı olubdu. 9 noyabrda göy qırmızı yaşır. Əli Beyşənzadə tərəfindən təsis olunub rəngləri. Bəli. Türkləşmək, müasirləşmək, İslamlaşmaq. Bunlar özündə əks etdirib. Yox, birinci bayrağımız bir rəngli qırmızı bayraq olub. Yaxşı. Osmanlı'da 8 ulduzu verirsiniz. Aha. Qırmızı bayraq ayın neçəsi qəbul olundu? 1918. Aha, 24 iyunda. Bəs üç rəngli bayrağa keçid nə vaxt? 9 noyabr. 9 noyabrı biz hələ də bayraq günü kimi qeyd edirik, düzdürmü? Bəli. Bir dəqiqə qoy, bunun ekranı düzəldim. Aha. Noyabr. Bir dəqiqə. Aha. Deməli uşaqlar. Sonra nə edirdik? Parlamentin fəaliyyətə başlaması Ömər nə vaxtı? Dekabrın 7-si. Bax, burada çox ciddi oluruq ha. Bayaq dediyim kimi. Birinci Dünya müharibəsi yoxdur artıq. Noyabrın 11-i müharibə bitib. Keçən dəfə bir qəbul vardı. Orada 2 dənə testdə bunu bilmək lazım idi ki, noyabrın 11-i müharibə bitibdi. Parlamentin sədri kim idi? Buraları bayaq soruşdum, hə. Yaxşı. Sonra Qarabağ General Qubernatorluğu nə vaxtı bəs? 1918-ci ilin. Yox, 19-dur. Bunlar hamısı türklər çıxıb gedəndən sonra yaranır, düzdürmü? Yanvarın 13-dən aprelin 28-nə qədər olur. Qarabağ Qubernatorluğu. Hə, axıra qədər davam edir. Bilirsiniz niyə yaranır? Həm, yəni Mudrosun bir zənciri sanında onun. Deməli, çünki Türk gedir axı, indiyə qədər Türk əsayişi qoruyurdu. Türk gedəndən sonra erməni başlayır özbəstançılıq eləməyə Qarabağda, Naxçıvanda. Ona görə də biz orada hərbi idarəetmə üsulu yaradırıq. Hərbi idarəetmə üsulu general qubernatorluqdur. Deməli, əgər Mudros 1918-ci ildə imzalanıbdırsa, nə demək? Ömər deyirəm, emin. Sol var idi, şeydə, içində kırıqlar var idi, onlara qoydu. Hə, deməli, əgər türklər Mudrosdan gedibdirsə, oktyabrın 30-udur da, Mudros düzdür, ondan sonra olacaq da, oktyabrdan sonra da noyabr, dekabr, az bir vaxt qalır 18-ci ildən, 19-cu ildə olacaq. Aha, Qarabağ General Qubernatorluğunun rəhbəri Rüstəm kim idi? Xosrov Paşa bəy Sultanov. Xosrov Paşa bəy Sultanovdur. Məqsəd kimdən qorunmaq üçündür? Ermənilərdən qorunmaq üçündür. Bəs Naxçıvan General Qubernatorluğunun rəhbəri kim idi? O çox olub. Bəhram xan, Naxçıvanski, Əliyar bəy, Haşim bəy olub. Haşim bəy Cəmilinski idi bir də. O da Naxçıvanı qorumaq üçün idi. Hərbi idarəetmə üsulu yaradılmışdı orada. Yaxşı. Sonra, məsələn, Qarabağ General Qubernatorluğunun hansı ərazilər daxil idi? OTK sınağında gördük. Zəngəzur, Qarabağ, Şuşa, Cavanşir, Cəbrayıl, Zəngəzur ərazisi daxil idi. Xosrov Paşa bəy Sultanov da onun başçısı idi. Amma burada yazırıq, hərbi nazir Xosrov Paşa bəy Sultanov. Azərbaycanın həm də ilk hərbi naziri Xosrov Paşa bəy Sultanovdur. Daha sonra kim olmuşdu? Səməd bəy Mehmandarov, Əlağa Şıxanski də onun müavini olmuşdu. Süleyman Sokeyeviç də qərargah rəisi olmuşdu. Sonra Tiflis sazişi imzalanır. Allah verir. Tiflis sazişi neçənci ildədir? Tiflis sazişi var? 1919-cu ildə. Buna əsasən Zəngəzurdan kim çıxmalı idi? Biz də, ermənilər də çıxmalı. Ermənilər təzədən bir də daxil olur və beləliklə Zəngəzurun bir hissəsi artıq AXC dövründə tutulmuş olur. Naxçıvan General Qubernatorluğunda danışdıq. Bir də Araz Türk Respublikasını bunu kim yaratmışdı? Allah verdi. Yerli əhali yaradır. Və rəhbəri kimdir Araz Türk Respublikasının? 1918-ci il noyabrın 3-dən 19 mart qədər davam edir. Aha, bax bu da Mudrosdan sonra da Naxçıvanı qorumaq üçün yerli əhali yaradır. Yadınızda saxlayın. Qarabağ General Qubernatorluğu da Mudrosdan sonradır. 19-da. Yəni 18 götürmək olmaz. 18-in yanvarı götürməyin. 19-un yanvarı. Naxçıvan General Qubernatorluğu da 19-un fevralındadır. Mudrosdan bir neçə ay sonradır. Eyni zamanda Araz Türkü də yerli əhali oranı qorumaq üçün, Naxçıvanı qorumaq üçün yaratmışdı. Bildiniz? O da Araz Türk yarananda
Noyabrda yaranıbdı. Daha 11 noyabrda. Bəli, hələ qurtarmayıbdı. Harbi bitir. 11-də bitəcək. Orada Almaniyada dənizçilərin qiyamı filan başlayıbdı deməli. Yaxşı. Başqa nə var uşaqlar? Bir də milli ordunun yaranması. Allah verdi. Milli ordu nə vaxt yaranıbdı? Qoy girə öz desin, hə. 26 Hə. Ordu günü nə vaxt Allah verdi? 26 iyun. Bəzən oğlanların bayramını da qeyd edirlər də həmin gün. 1910. Bəs Hərbi Nazirlik nə vaxtı? Hərbi Nazirlik noyabrın 1-i. Noyabrın 1-i Hərbi Nazirlik yaradılır. İlk Hərbi Nazirimiz kimdir? Bayaq dedik. Osura Paşa bəy Sultanov. Sonra Səməd bəy Mehmandarov. Sonra Səməd bəy Mehmandarov. Müdafiə naziri cənab Zakir. Zakir Həsənovdur. Yaxşı. De görək, harda hərbi məktəb açılmışdı? Şuşada da, Bakıda da. Bakıda hərbi məktəb açılmışdı. Sonra bəs həmin vaxtı kimlərin qoyub getdiyi gəmilərdən bizdə ilk dəfə hərbi donanma yaratdı. Yaxşı, Elçinci görə hərbi donanma yaratmağa indiyə qədər kimlər cəhd göstərdi? Kim cəhd göstərmişdi Azərbaycanda? Əfşallah. Bəli. Salarla. Mən olmayıb baxım. Nadir Şah. Bildimə olmayıb baxım. Olmayıb, amma cəhd Şah göstərdi. ikinci Abbas. Cəhd göstərib. Osmanlı ilə mübarizəyə görə yarada bilməmişdi. Bəli. Abbas da mı? Yox, hansı bir səbəb şundan Nadir yaratmağı Şah. göstərmişdi. Nadir Şah. Salarla deyildi. Salarilərdə ticarət gəmiləri üzürdü. Ama Türkiye Respublikası'nın payitahtı Iğdır olmuş. Hə, yaxşı, olsun. Deməli, və Xəzər donanmasının yaradılmasına kim narazılıq etdi ki, bu Türkmənçaya ziddir? Ermənilər. Yox, erməni kimdir ki, ayva? Türkmənçaya imzalayan tərəflərdən biri. Ruslar. 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 O zaman AXC-də nə cavab verdi? Siz o vaxt İranla eləmişsiniz. Dedi ki, bizə əlaqəsi yoxdur da. İranla Rusiya imzalamısınız. Bizlə heç bir əlaqəsi yoxdur. Və Xəzər donanması yarandı. Bəs Muğan Soveti isə ruslar yaratmışdı, elə? Muğan Sovet, belə yadda saxlayın uşaqlar, AXC-dən düz bir il sonra yaranır. 19 mayından avqustuna qədər. Muğan Soveti isə ruslar Azərbaycan. Deməli, görürsünüz, hələ də Azərbaycanı nə qədər təmizlədilər, XKS-ni qovdular, yəni türklər gəldi filan, amma yenə də rus qüvvələri var. 19-un mayından avqustuna qədər Muğan Sovetin rəhbəri kim olmuşdu Elçin? Şeydən. Çirkin burada Çirkin. deyildi mi? Çirkin onun rəhbəridir. Amma o da devrilir. Yaxşı. İyunun 27-sində ərzağı və mal qaranı nə etməyə qadağan edildi? Bəli, ölkədən çıxması. 18-dir də bu, 1918-ci il. Sonra Bakı bonu var. Dövlət bankı var. Bon nə vaxtdır? Yox, sentyabrın 22-sidir. Aha, bon sentyabrın 22-sindədir. Birinci puldur, yoxsa bankdır? Pul. Sonra bank. Birinci puldur, sonra bankdır. Bankdakı 19 sentyabrındadır. Amma pul 18 sentyabrın içindədir. Bəli. Bakı bonu 1918-ci ilin sentyabrın 22-si, bank isə 1919-cu ilin sentyabr. Bankın fərmanları var idi. Bu nə idi? Fərmanları deyəndə. Nədir? Qiymətli metalların daşınması üçün məsuliyyət. Sonra xaricdən gətirilən məhsullara gömrük qoyuldu. Məhsullar xarici aparılanda aparılması haqqında qanunlar. Yəni daşınma, gətirilmək üçün nəsə bir qanunlar tətbiq olunur da, gömrük filan tətbiq olunur. Daha sonra Ömər bəy görək 1918-ci il 5 oktyabr qərarı nə ilə bağlı idi? XKS-nin nəyini, Xalq Komissarlar Sovetinin nəyini ləğv etdi? Milliləşmə. Aha, AXC-də milliləşmə varmı? Xeyr, yoxdur. Yalnız bir dənə milliləşmə var. O da nəyə milliləşməsidir? Məktəbləri. Yəni bircə dənə məktəb dövləti nəzarətinə keçir. Qalan hər şey verilir sahibkarların ixtiyarına. Milliləşmə yoxdur. Sonra bizim neftimiz kimlərin nəzarətində olmuşdu Ömər? Əvvəl Osmanlının, sonra ingilislərin, Rusiyada Rusiya ümumiyyətlə həmişə bizdə satış bazarı olmuşdu. Neftimizi onlara satırdıq. Amma AXC yaranandan sonra artıq Rusiya ilə əlaqələr yaxşı olmadığına görə nefti haraya daşıyıb satmağa başladılar? Avropa ölkələrinə. Bakı-Batum neft kəmərinin əsası qoyuldu bu dövrdə. Yaxşı, Aqrar İslahat Komissiyasının yaradılır. Komissiya yaradılır, uşaqlar, amma islahat həyata keçirilmir. Ümumiyyətlə, Aqrar İslahat nə deməkdir? Kəndliyə nə paylamaq? Kənddə islahat.
Əsas məğzini təşkil edir torpaq paylanmaq. Amma AXC-də torpaq paylanıldı mı, Ömər? Xeyr, torpaq paylanılması həyata keçirilmədi. Yarımçıq qaldı, çatdırmadılar. Amma komissiya yaradılır. Komissiya Rüstəm nə vaxt yaradılır? 1919-un fevralı. Əks inqilabla mübarizə nə vaxtı? 19-un iyununda yaranır. Əks inqilabla mübarizə komitəsi yaradılır. Sonra maaşlar qalxır. Bu nə vaxtı? 1918-in iyulu. Bax, ən zəif bildiyiniz buradır. Bura bir yaxşı baxın. Maaşların qaldırması 18-dir. Bir də çoxuşaqlı ailələrə yardım, yoxsul fəhlələrə yardım. Bu isə 19-un yanvar-fevralıdır. Mən bir-iki dəfə desəm yadınızda qalarmı? Bax, inflyasiya ilə əlaqədar maaşların qaldırılması 1918-in iyulundadır. Əks inqilabla mübarizə 1919-un iyunundadır. Bu 19-dur. Sonra Əlifba İslahatı Komissiyasının yaradılması 1919-un martındadır. Sonra nə qaldı? Yoxsul fəhlələrə yardım, çoxuşaqlı ailələrə yardım, fəhlə ailələrinə yardım 1919-un yanvarında və fevralındadır. Bir də nazirliklər yaradıldı. Hansı nazirliklərdir? Himayədarlıq 18-dədir. Əmək Nazirliyi də var, amma onun yaranma tarixini göstərmir. Amma himayədarlıq, yəni himayə etmə Nazirliyi isə 1918-dədir. Aha, bax, bayaq bu sual vermişdim. Allah verir. Türk dilinin Azərbaycan dili elan olması nə vaxtı? 18-in 27 iyunu. Eyni zamanda 18-in 27 iyunun iqtisadi tədbir də var idi. Bu mədəni tədbirdir. İqtisadi tədbir nə idi? Ərzaq və malqaranın ölkədən çıxarılması qadağan olur. Ki, öz cəmaata çatsın da ərzaq, ona görə xaricə çıxarılma qadağan olur. Bir də avqustun 28-də nə milliləşdirdilər 1918-də? Məktəbləri, amma 19 avqustunda isə vətəndaşlıq haqqında qanun qəbul edirlər. 19 oktyabrında isə mətbuat haqqında qanun qəbul edirlər. Deməli, məktəbin milliləşməsini daha tez eləyirlər. Məktəbə dövlət nəzarət edilməsi daha tezdir. Sonra Qazax müəllimlər seminariyasını yaradılır. Nə vaxt? 1918-ci ilin payızında. Qori müəllimlər seminariyasının Azərbaycan şöbəsi 1918-in payızında Qazaxa köçürülür. Bəs Qori müəllimlər seminariyası nə vaxt yaradılmışdı? 76. 1876-da yaradılır. 79-da Azərbaycan şöbəsi yaradılır. Çarizm dövründə 1879-da. 1918-ci ilin payızında isə Azərbaycan şöbəsi Qazaxa köçürülür. Olur Qazax müəllimlər seminariyası. Qazaxda onun binasını indi ADA Universiteti eləyiblər də. Bərpa elədilər. ADA Universitetinin Qazax filialı elədilər. Yaxşı. Sonra Bakı Dövlət Universitetinin elçinin açılması 1919-dur. Bax, 19-dur. Yaxşı, buradakı 19-ları bir də deyəkmi? Əks inqilabla mübarizə 19-un iyunu. Sonra komissiya yaranması 19-un fevralı. Fəhlələrə yardım, çoxuşaqlı ailələrə yardım 19-un yanvar-fevralı. Bir də Bakı Dövlət Universitetinin təsisi də 19-dur. 19-un sentyabrında qərar verilir, noyabrda açılır. İlk fakültələr hansılardır? Tarix, tibb, filologiya fakültələri açılır. Yaxşı, indiki Pedaqoji Universitetin binası əvvəl Bakı Dövlət Universitetinin ilk binası olubdur. Sonra İstiqlal, Azərbaycan, Qurtuluş, Mədəniyyət və s. kimi mətbuat orqanları var imiş. Azərtərcan yaranması Ömər nə vaxtı? 20-ci ildədir. Türk Ocağı, Müsəlman Şərqini öyrənən, bunlar nədir? Cəmiyyətlərdir. Milli Kitabxana Rüstəm 19-dadır. Allahverdi İstiqlal Muzeyi, o da 19-dadır. Azərtac Allahverdi nə vaxtı? 20-də. Azərtac çox düşür ha. Çox görmüşəm. O 20-dədir. Onu yadda saxlayın. Muzey 19-dadır. Türk Ocağı cəmiyyəti də, Müsəlman Şərqini öyrənən cəmiyyətdə, bunlar da cəmiyyətləri idi. Teleqraf agentliyi, başqa cür necə deyərsən, Allah verdi? Azərbaycan Teleqraf agentliyi, başqa cür qısa formada nə deyirsən? 1920-də yaranıb. Azərtacdır da, eyni şeydir. Sağa sola baxır. Yaxşı, indi sən də görək ki, Rüstəm. Rüstəm deyək, Elçin. De görək, ilk teatr nədir? İlk teatr şeydir. Səssiz bir teatrda adı var idi onun. Nadir Şah. Nadir Şah. Səssiz teatr olur, Rüstəm. O ilk film idi. Səssiz film 1916-cı ildədir. Neft və milyonlar. İlk film 1916-dadır. Neft milyonlar səltənəti. Bu AXC olmur.
Səssiz teatr var, pantomima teatrı. Gedin baxın, bəli. Çatırlar da teatra getmə. Yəni səs yoxdur da, orada ancaq hərəkət edir. Əsl sənin yerində get bax ora. Teatra gözüm görmür. Yaxşı. İlk demək ki, teatr nə idi? Səssiz. Nadir Şah. Nadir Şah. Neçənci ildədir? 1918-ci ilin 18-ci yanvarı. Yanvardır mı? Aprel, may. oktyabr. Olmadı. Dayandıraq. Aynen, çəkişi dayandıraq da.